Bilirsən niyə çox insan həyatdan yorulub? Çünki onlar reallığı bir oyun kimi qəbul eləmirlər. Oyunu reallıq kimi qəbul eləyirlər. Reallığı isə həyatın sonu kimi qəbul eləyirlər və tab gətirə bilmirlər. Özləri içlərində özlərini yeyirlər. Beyin onları yeyir. İşdə problem olanda panikaya düşürsən. Pulun olmayanda, pulun qutaranda elə bilirsən həyatın sonudur, həyat qutardı. Kiminsə sözü səni günlərlə narahat eləyir, beynində, fikrində gedir ki, sən kimsə filan söz dedi, sən onu öz içivə salırsan, səni narahat eləyir, səni sıxır, sən özünlə daxili monoloqdasan. Bu dialoq deyil, bu monoloqdur. Beyin deyir, beyin cavab verir, özünü sıxırsan, problemləri böyüdürsən. Çünki hər şeyi həddindən artıq çox ciddi qəbul edirsən. Problem budur. Hər şeyi həddindən artıq çox ciddi qəbul eləmək və həyatın oyun olduğunu yaddan çıxartmaq. Biz bir oyundayıq. Bunu hər zaman yadda saxla. Amma indi sən təsəvvür elə ki, həyat bir oyundur və bu oyunda problemlər oyunun ayrılmaz bir hissəsidir. Təsəvvür elə ki, sən bu dünyaya gəlmədən öncə razılıq vermisən ki, mən bu dünyaya gəlirəm və bu dünyada problemləri yaşayacağam və bu problemlərdən hər çıxış yolunu tapdıqca mən bir addım önə gedəcəm və səviyyəcə bir addım yüksəkliyə doğru qalxacağam. Sən bunu belə fikirləşsən, sənə çox rahat gələcək bu problemlər. Sən fikirləşsən ki, bu oyun sırf sənin yaxşılığın üçündür, sırf sənin istədiyin nöqtəyə gedib çatmaq üçün bu problemi sən aşıb keçməlisən, onda necə yanaşarsan bu problemə? Problem kimi, yoxsa bir oyun kimi? Adi kompüter oyunlarını oynayanda, video iqralar, video gameslər oynayanda baxırsan ki, hər növbəti addım daha da çətinləşir və hər növbəti addımdan sonra, məsəl üçün sən tutaq ki, bu 7-ci səviyyədə, məsəl üçün atıram, 7-ci səviyyədə oyunu başladın elə bil ki, 7-ci səviyyədə və 7-ci səviyyənin hansısa bir nöqtəsində filan yerdən kimsə çıxdı, səni öldürdü. Oyundur, deyirəm. Və sən yenidən 7-ci səviyyədə başlayırsan. Artıq sən növbəti dəfə o oyunu başlayanda 7-ci səviyyəyə gedəndə sən bilirsən ki, filan yerdən filan adam çıxacaq. Artıq sən orayla getmirsən, yolu dəyişirsən, başqa yoluna gedirsən. Daha təmkinli, daha artıq bilirsən axı. Bildiyinə görə əminsən. Məlumatın var, təcrübən var. Ona görə dostum, oyundasan. Bunu beynivə həkk elə. Sən nə qədər ki özünü oyunda olduğu inanmayacaqsan, inandırmayacaqsan, bütün həyatı boyu problemləri yaşayacaqsan. Və sən dərk eləsən ki, sən bir oyundasan, sən o problemləri oynaya-oynaya, gülə-gülə həll eləyəcəksən. Bu belədir. Bunu mən demirəm, bunu həyat deyir, bunu kitablar deyir, bunu insan təcrübəsi deyir və Allah da Quranda da yazıb və buyurub ki, qorxma. Qorxma, mən səninləyəm. Sənin qorxmaq səbəbin odur ki, sən Allahı unutmuşsan. Sən inanmırsan ki, Allah səninlədir. Axı bu gözəlliyi yaradan səncə səni tək qoyar? Bu gözəlliyi o sənin üçün yaradır. Çəkilirəm, axı bu əsl gözəllikdir. Gözəllik, insan bu gözəlliyə baxanda ruhu dincəlir, qəlbi xoşbəxt olur, həyatı daha da çox sevməyə başlayırsan. Sadəcə yadda saxla. Hər problem səni nəyisə öyrətmək üçün gəlir. Problemi böyütmə. O problem səni nəyisə öyrədir və nəyisə yaxşılaşdırır və sənin növbəti addımı atır. Sən bunu problem kimi görməyəndə artıq yorulmayacaqsan. Sənin enerjin də olacaq, gücün də olacaq ki, növbəti addımları atasan, gedəsən. Sən ona görə yorulursan ki, sən bu problemi problem kimi görürsən, əlv atırsan yanıva, gedirsən, içirsən, çəkirsən, problemdən qaçırsan, özündən qaçırsan, həyatdan qaçırsan və get-gedə degradasiya yaşayırsan, üzü aşağı doğru gedirsən. Amma sən onunla üzləşəndə həmin problem kiçilir və o problem, sən onu keçdikcə həmin o etapın özündə görürsən ki, hə, nə gözəldir, bu mənə nəyisə öyrədir, bu mənə filan şey öyrədir, mənim filan yerdə boşluğum var idi, bundan sonra boşluğum olmayacaq, mənim filan yerdə filan səhvim var idi, bundan sonra olmayacaq. Bu sənin şəxsi inkişafın üçün. Həyat ən gözəl məktəbdir, yadda saxla. Bu məktəbdə hər şey ideal olaraq sənin üçün hazırlanır.
Və bu oyunda sadəcə sən qəbul eləməlisən ki, bu oyundur və bu oyunu getməlisən və bu oyunu sevməlisən. Çünki bu oyuna sən öz razılığın ilə gəlmisən. Bu oyuna gəlməzdən əvvəl sənin razılığın olub və bu oyun sənin seçimindir. Həyat dəyişmir. Həyat davam edir. Sən daxilən dəyişəndən sonra onda həyat da başlayacaq dəyişməyə. Çünki həyatımız bir güzgüdür və bu güzgüyə biz içimizdən necə baxırıqsa, eləcə də o bizə baxacaq. Ona görə dostum, daxilən həyata baxışı dəyişib, pozitiv anları, xoş anları görüb, Allaha şükür edib, elə yaşayandan sonra, bir müddətdən sonra həyat sənə elə güləcək ki, həyat sənə elə xoş olacaq ki, onda başa düşəcəksən ki, həyat doğrudan da gözəldir.